nişan. Nişan diqqətlilər, bir tərəfli yol sonu. Artıq yol bir tərəfli yol bitdi. İndi davam elə. Bax, burada bir xəbərdarlıq nişanı quraşdırılıb. Bu nişan səhv quraşdırılıb burada. Diqqətlilər, 1.19 xəbərdarlıq nişanıdır. Bildirir ki, yol iki tərəfli olacaq. Nə zaman? 50-100 metr sonra sağa doğru gedəcəyik. Xəbərdarlıq nişanları yaşayış məntəqəsində biraz az sürətlə, yaşayış məntəqəsində 50-100 metr öncə, indi yavaş-yavaş verə bilərsən sürətini. Yaşayış məntəqəsindən nişanda 150-300 metr öncədən bizi xəbərdar edir ki, qabaqda bizim nə gözləyir. O nişanla bildirir ki, hələ 50-100 metrdən sonra, çünki bura bax yaşayış məntəqəsi, evlər, binalar var. 50-100 metr sonra yol iki tərəfli olacaq, sürücü məlumatlansın, xəbərdar olsun. Amma biz harada gördük o nişanı? Birbaşa iki tərəfli yolda artıq gördük o nişanı. O nişan daha geridə quraşdırılmalı idi ki, qaydalara uyğun olsun. İndi görürsən biraz sərt eniş var burada, sərt döngə var, sürətindən biraz azalt. İndi bax, düş, enişi düşürük yavaş-yavaş. İndi mən çəkiş dayandırıram, amma dərsimiz davam edir.